Salam, hörmətli izləyicilər. Bugün Güzgüdəki Sən proqramımızla efirdəyik. Bu bizim ilk sizlə görüşümüzdür bu proqramda. İnanıram ki, bizim qaldıracağımız mövzular sizi də narahat edir və bizimlə birlikdə polemikaya qoşulacaqsınız. Bugün ətrafımız və biz, yəni ətrafımız dəyişir, hər an, hər gün dəyişir. Bəs biz necə, ətrafımızla birgə necə dəyişirik? Yəni biz bu ətrafımıza ayaq uydura bilirikmi? Yoxsa ətrafımız bizi özünə, necə deyərlər, tabe eləyir? Bax, budur bizim mövzumuz. Yəni çox vaxt bizə deyirlər ki, güclü olmalısınız. Güclü olmalısınız ki, bu həyatda qalasınız. Amma necə güclü olmalıyıq? Harada güclü olmalıyıq? Bax, bu sualı təbii ki, hər biriniz yəqin ki, özünüzə verirsiniz vaxtaşırı. Yəni həyatınızın müxtəlif situasiyalarında. Çünki biz daim sınaqlardan keçirik. Həyat mübarizə meydanıdır. Elə bir insan yoxdur ki, yəni bu həyatda həyatın elə özünlə mübarizə aparırıq və yaşamaq uğrunda mübarizə aparırıq. Biz təkcə özümüzlə yaşamırıq, öz ailəmizlə, doğmalarımızla yaşamırıq. Biz bu cəmiyyətin bir parçasıyıq. Bizi əhatə edən mühit bizi həm də formalaşdırır. Yəni, udduğumuz hava, dinlədiyimiz tutalı musiqilər, eşitdiyimiz, oxuduğumuz informasiya, bütün bunlar təbii ki, bizə təsir edir. Bizim psixologiyamıza təsir edir, dünyaya baxışımıza təsir edir, həyatı qavramağımıza təsir edir. Bax, bu haqda danışacağıq bugün. Və əsas odur ki, güzgüdə özümüzə baxarkən biz bu həyatı olduğu kimi qəbul edək və bu həyatdan qorxmayaq. Bəli, çünki qorxularımız, fobiyalarımız, onlar da bizi müəyyən mənada müəyyənləşdirir və bizim kimliyimizi həmçinin onlar hardasa formalaşdırırlar. Çünki insan ümumiyyətlə özünü gərək tanısın birinci növbədə və cəmiyyətdəki öz rolunu bilsin. Ondan çıxış eləyərək artıq bu həyatda yaşasın. Amma elə gözlənilməz hadisələr baş verir ki, bəzən biz çaşırıq. Güzgüdə özümüzə baxırıq və ola bilsin ki, o güzgüdəki mən təbii ki, güzgüdəki sən olur. Yəni, necə deyim, baxırsan əslində özünsən, amma eyni zamanda da həm də özün deyirsən. Çünki səni, bayaq dediyim kimi, başqa amillər də formalaşdırır. Orada sən özünlə bir yerdə həm də ətrafını görürsən. Həm də tutalım ki, hər gün kataklizmlər baş verir ətrafımızda, dünyamızda, ölkəmizdə. Onları sən eşidirsən, duyursan, oxuyursan və istər-istəməz onlardan duyğulanırsan və müəyyən mənada dəyişirsən. Çox vaxtda təəssüf ki, yaxşıya doğru dəyişmirsən. Bu, həyatda baş verən, cəmiyyətdə baş verən hadisələr və ətrafdan aldığımız informasiya böyük rol oynayır insan həyatında. Və insan gedə-gedə özündə olan dəyişiklikləri hiss edir. Təbii. Necə yaşadıqca dəyişir, artıq çox şeyə təəccüblənmir və yaxud da ki, günü-gündən sarsılır hansısa bir vəziyyətə. Bax, bunlar insanı bütünlüklə dəyişdirir. Məsələn, bir 20 yaşlı insan düşündüyünü artıq 50 yaşda, 60 yaşında düşünə bilmir. Çünki aldığı informasiyalar və ətrafında baş verən hadisələr onun bütünlüklə taleyini dəyişdirir. Yəni, o deyirlər, indi bir çox nüanslar var da, taleyə inanırsınızmı, hansı ailədə böyümüsənsə, o ailəyə bənzirsən, hansı mühitdə oxuyursan, təhsil alırsansa və yaxud yaşayırsansa, o mühitə bənzirsən, amma mən belə düşünmürəm. Ətrafdan aldığımız informasiya və bizim düşdüyümüz o mühit tamamilə insanı dəyişdirir. Bunu insan özündə başqa aləmlərə gedəndə də hiss edir, başqa ölkələrə gedəndə də. Görürsən ki, cəmiyyətdə ölkənin, dünyanın hər bir yerində insanlarda eyni cür dəyişmə, eyni cür ruhdan düşmə var. Bax, bu məni maraqlandırır. Təbii, mən razıyam, amma insanın özündən də çox şey asılıdır. Yəni, bax, bütün bu kataklizmlərin içində, bax, bu dəyişən, pisliyə doğru təəssüf ki, dəyişən dünyanın içində insan özünü qorumağı bacarmalıdır. Yəni, müəyyən sərhədlər qoymalıdır. Ətraf aləmlə öz arasında müəyyən sərhədlər qoymalıdır. Öz beynini təmizləyən, içini təmizləyən hansısa musiqi ilə mi deyim, katarsis prosesi keçə bilər. Yaxud tam telefona baxma da, məcbur deyirsən ki, bütün gün o telefona baxasan və oradakı o negativi bütün içinə çəkəsən. Yəni, insan bəzən bilirsən, o şeyləri nəzərə almır. Sadəcə olaraq buraxır hər şeyi axarına və o axara buraxdıqları da onu məhv eləməyə başlayır. İçindən yeməyə başlayır onu, tükətməyə başlayır sözün əsl mənasında. Biz niyə özümüzü qorumuruq səncə?
Niyə biz özümüzü ətraf mühitdən qorumuruq? Mən düşünürəm ki, bax bu incəsənətin növləri var, sən onları dedin. Məsələn, sərgilər açılır. İncəsənətlə məşğul olan bizim çox gözəl rəssamlarımız var. Çox gözəl musiqiçilərimiz var. Mənə elə gəlir ki, insan heç vaxt incəsənət aləmindən ayrı salmamalıdır özünü. Məsələn, mən cəmiyyətdə bir teatra mütəmadi gedən bir insanın xarakteri ilə heç vaxt teatra getməyən, övladlarını da aparmayan, heç vaxt yəni bir musiqi əsəri dinləyərkən yəni ona qulaq asmaq istəməyən bir insan xarakterində onu daha çox aqressiv görürəm. Daha çox bu dünya işlərinə qarışır, daha çox dedikodu ilə məşğul olur. Onun boş vaxtı məncə çoxdur, ya nədirsə və o da ətrafına bir çox belə neqativ informasiyalar ötürür. Amma incəsənət doğrudan da bax bu bayaqdan çıxış yolu axtarırıq. Əslində bu bizim verilişimizin bu güzgüdəki sən də elə o çıxış yolunu tapmaq üçün yola çıxıb və əlbəttə ki, bax musiqi ilə məşğul olmaq, öz səsini dinləmək, öz içində olan arzularını dinləmək, heç vaxt arzularından əl çəkməmək. Bu insanları mənə elə gəlir ki, mənəviyyatını gedə-gedə təmizləyəcək. Sanki biz bir cəmdə olan bir çirkli suların üstünə təmiz su əlavə etdikcə o çirk arınır və insan içi də elədir. Nə qədər bu informasiyalar, nə qədər bu yəni keşməkeşlər insanı yorsa da bir gözəllik tapmaq lazımdır hər bir işdə. Bir gözəllik tapmaq lazımdır hər gündə, hər açılan səhərdə. Mənə elə gəlir ki, insanları yalnız o içindəki xoşbəxtliyi, içindəki olan o sevinç hissini itirməmək xilas edəcək. Çünki belə, yəni bu hara gediriksə, yəni mən bunu həmişə düşünürəm ki, biz bu cür düşüncələrlə hara gedirik? Amma bir məqam da var da, sən deyirsən ki, tamaşaya getməklə, nə bilim, musiqiyə qulaq asmaqla, filmlərə baxmaqla, amma indiki tamaşalar da axı çox fərqlidirlər. Yəni teatrlarımızda bir vaxtlar teatr bumu yaşadıq misal üçün. Çox maraqlı tamaşalar var idi. Çox gözəl rejissor yozumları var idi. Çox istedadlı aktyorlar var idi. İndi amma təəssüf ki, bu məsələdə də biraz axsayırıq da. Yəni o ciddi sənət dediyimiz çox arxa plana keçib. İndi aktyor deyəndə kimləri nəzərdə tuturlar? Sən özün bir gözünün qarşısına gətir. Yaxud teatr deyəndə hansı tamaşaları nəzərdə tuturlar? Bilirsən, əsas Rubaba cəmiyyətdə onunla katarsis yaşamaq olmur. Başa düşürəm. Bilirsən, nə dəyişib bu cəmiyyətdə? Bu trendə yönlənmək, məsələn, bunu hamı edirsə, gəlin biz də edək. Bir axın var ki, məsələn, tutaq ki, bu bütün sahələrdə özünü göstərir. Bu da standart bir insan obrazları yaradır. Bu elə bir eyniləşməyə gedir. Bax, biz dünyada deyəndə ətrafımızda hər gün sən də, mən də çıxırıq da insan içinə, cəmiyyətə. Bax, biz jargon ifadələr də eşidirik, söyüş də eşidirik. Yəni, negativ çoxdur da ətrafımızda. Sonra kinoya gedirik, tutalım ki, hər hansı bir sinemaya, filmə baxmağa gedirik. O filmdə də eyni jargon ifadələr, söyüş, negativ. Tamaşaya gedirsən ki, biraz güya təmizlənəsən, katarsis yaşayasan, biraz beynin başına açılsın, orada da eyni vəziyyət. Yəni, onda biz necə katarsis yaşayaq, necə təmizlənək, necə beynimiz başımız açılsın? Yəni, sənət hər zaman deyirdilər ki, Sovet dövründə də belə deyirdilər ki, bir balaca həyatın fövqündə dayanmalıdır. Bir pillə. Səyinə niyə tutalım tamaşaçı salonundan biraz yüksəkdədir? O yüksəkliyi qorumaq məsələsi. İndi müxtəlif cür yanaşırlar təbii ki. Mən demirəm ki, səhnə yaxud kino tamamilə həyatdan qopmalıdır. Elə deyil. Özdəki elə də deyildi axı. Sən bir yadına sal bizim köhnə filmlərimizi. Bəyəm orada həyatdan qopma var idi. Orada da həyatın özü idi. Amma onu belə çirkab bir formada bizə təqdim eləmirdilər də hər halda. Tamaşalar da eyni cür. Bilirsən, məqsəd dəyişib. Mən bütün çirkabı ora gətirməyin və əsərləri də eyni cür. Məqsəd dəyişib. Bilirsən, əvvəllər insanları xeyirxah yanaşırdılar, bütün yaradıcılar. İndi isə məqsəd dəyişib ümumiyyətlə. Nədir məqsəd? Yəni ki, yalnız hansı yöndə biz irəli gedə bilərik, hansı tamaşa, məsələn, bu çox səs yığmaq ancaq odur da, yəni sosial şəbəkə gəlib çıxıb hər yerə. Bax, sosial şəbəkədə həmin o sən dediyin o like da, belə loru dildə desə yığmaq, bəyəni yığmaq, xəstəliyi bizim adi gündəlik həyatımıza gəlib çıxıb. Bizim tutalım ki, incəsənətimizə gəlib çıxıb. Hər yerdə biz onu görürük. Reytinqə işləyir hər şey. Bu veriliş reytinqi aşağıdır. Bu verilişi biz bağlayırıq. Baxmayaraq ki, veriliş kifayət qədər səviyyəli verilişdir. Sadəcə auditoriyası niyə dardır, çərçivəsi? Çünki indi səviyyəli verilişlərə baxan, indi səviyyəli nəsə bir tamaşaya maraq göstərən insanların sayı çox azdır.
O yüzden də auditoriyası da geniş deyil. Artıq o maraqlı deyil. Əgər sən tutalım ki, əgər sən o bəyəni toplaya bilmirsənsə, o reytingi toplaya bilmirsənsə səni bağlayırlar. Səni çıxdaş eləyirlər. Kimsə çıxırsa efirə, ağzını gözünü əyə-əyə, nə bilim, jargon ifadələr işlədə, kimsə təhqir eləyir, o emosiyalarına güya hakim kəsilə bilmir, nə bilim, nə eləyə bilmir, o şəxsi məsələlərinə insanların toxunur, çirkli camaşırında eşələnir, o olur bunların gözünün işığı. Başlayırlar hər tərəfdən tərifləməyə. Halbuki o biabırçı bir şeydir. Jurnalist ümumiyyətlə, əgər jurnalist isə, peşəkar jurnalist isə, neytrallığını hər zaman qorumalıdır və səviyyəsini, savadını, tərbiyəsini qorumalıdır ən azından. Söz deyəndə də deyirəm, mən jurnalist mövqeyimi bildirirəm. Jurnalist mövqeyini qışqıra-qışqıra, söyüş-söyə-söyə, jargon ifadə işlədə, kimisə həyat yoldaşına sataşıb, kimisə övladına sataşmaqla bildirmirlər. Jurnalist mövqeyini jurnalist kimi bildirmək lazım. Çünki indi jurnalistlər kimdir? Heç bir ali savadı olmayan və ali savad bir yana qalsın, elementar tərbiyəsi olmayan insanlar özünə jurnalist deyir. Nədir ki, bir dənə bu özü üçün bir balaca bir yer düzəldir, mikrofonu qoyur qarşısına və başlayır orada nitq söyləməyə, iradə eləməyə. Elə olmaz. Bütün bunlar məlum məsələdir, bütün bunlar məlumdur, amma bizim bugünkü söhbətimiz ümumiyyətlə güzgüdəki sənin düşüncəsinə görə bu adi insan hansı ki yaşamaq istəyir və sağlam mühitdə övladlarını böyütmək istəyir və içi ruhu işıqlıdır. Bax bu insan nə etməlidir ki, bütün bunlardan, bu xıltlardan, bu danışdığımız, dediyimiz hər sahədə olan, məsələn sənət sahəsində də və yaxud da ki, bu insanlar arasında, jurnalistika sahəsində, ədəbiyyat mühitində, incəsənət mühitində və adi həyatımızda da həmən bu təsadüflərdən, bu insanlardan uzaq olub, təcrid olub, özü üçün bir dünya yarada bilsin və rahat yaşaya bilsin. Səncə bu mümkündür təcrid olmaq? Mən düşünürəm ki, bu mümkün olmayacaq. Amma biz mübarizə də apara bilmirik. Gəlib zamanımızın elə bir məqamına yetişmişik ki, məsələn, insan ancaq özünə ümidli qalıb. Nəyə görə deyirik ki, güzgüdə bax və içində olan o insanın ölməyinə icazə vermə, o insanın tapdalanmağına icazə vermə, o insanın bu məqama qoşulmağına, bu axına qoşulmağına icazə vermə. Bax elə bugün İstər-istəməz sənin də əlin nəsə telefona gedir, sən də hansısa bir şəbəkəyə baxırsan və yaxud sən də iş prosesində görürsən ki, səndən rəhbərlik baxış sayı tələb edir və yaxud da ki, nəsə bir trend var, ora getmək lazımdır, hamı bunu edir. O axına düşərək içində olan o gözəlliyi, içində olan o əsl sənət eşqini, əsl olanları bax qorumaq. Bax məni bu düşündürür. Bunun üçün və biz də ona görə güzgüdəki səndə biz güzgümüzü biraz böyüdüb təkcə özümüzü yox, eyni zamanda ətrafımızı da görmək istəyirik bu güzgüdə və ətrafımızın elə bir ki, bizi necə tutalım ki, ətrafımız bizə necə təsir edir? Biz ətrafımızla bir yerdə necə görünürük? Bax, bunu görmək istəyirik. Biz deyəndə təbii ki, biz ikimizi təkcə nəzərdə tutmuruq, ümumiyyətlə cəmiyyətimizi, sizi də həmçinin nəzərdə tuturuq. Güzgüdəki sən həm mənəm, həm sənsən, həm də ümumiyyətlə bizik. Və biz nə etməliyik? Biz cəmiyyət olaraq nə etməliyik? Bu vəziyyətdən necə çıxmalıyıq? Həqiqətən də çünki deqradasiya gedir. Yəni biz bunu hər birimiz görürük. Tamamilə iqlim dəyişib, tamamilə düşüncə dəyişib. Çünki sanki elə bir ki, biz tək deyilik də. Yəni ətrafımızda olan o iqlim, təbiət tamamilə dəyişib. Yəni beton, hər yerə baxırsan, hara baxırsan şüşədir, betondur. Nəfəs ala bilmirsən, ekologiya bərbad vəziyyətdədir və bütün bu yəni bu nüanslar, bax bütün bu amillər səni istər-istəməz sıxır, sənin üzərinə gəlir, səni gərginləşdirir. Sən necə rahat olasan belə bir vəziyyətdə? Mənə elə gəlir ki, yalnız daxili aləm köməyə gələ bilər. Mən yenə də düşünürəm, ümumiyyətlə bu ətrafda səninlə söhbət eləyəndə bu verilişdən öncə mən düşünürdüm bu barədə. Yalnız daxili aləm. Çünki mən də bir fərd kimi, bir yaradıcı insan kimi mən də içimdə çıxış yolu axtarıram. Sən də çıxış yolu, hər birimiz. Çünki bu çıxış yolunu təkcə biz özümüz üçün yox, cəmiyyətimiz üçün, ətrafımızda olan doğmalar üçün axtarırıq. Necə edək ki, bu vəziyyətdən çıxış yolu tapaq. Doğrudan da çox, yəni biz deməyək ki, biz bütün bu dünyaya üsyan edirik. Mümkün deyil, amma sadəcə olaraq o içində olan o məni, o doğrudan da o bir baxışı,
bu iç və daxilivə bir baxırsan və görürsən ki, mütləq o şəkildə orada bir yəni sənin gizli saxladığın, sevdiyin bir iş var, sevdiyin bir məsələn hansısa bir musiqi var, sevdiyin bir rutin var. Onların hamısını etmək lazımdır. Mən sənə deyim, mən özümü necə qoruyuram? Yəni əgər maraqlıdırsa təbii ki. Bu uşaqlıqdan məndə formalaşıb. Yəni mən bunu xüsusi olaraq özümdə tərbiyə eləməmişəm. Mənim həmişə daxilimdə özümün bir dünyam olub, bir aləmim olub. O dünyada mən özüm, yəni tamam başqa bir mən olmuşam. Heç kəsin tanımadığı bir mən. Məsəl üçün mən orada həm müğənni olmuşam müəyyən bir vaxtlarda, aktrisa olmuşam, rejissor olmuşam, dramaturq olmuşam, ssenarist olmuşam. Yəni hansı sahələri sevirəmsə, hətta kaskadyor olduğum vaxtlar olub, alpinist olduğum vaxtlar olub. Məsəl üçün müstəntiq olduğum. Yəni mən ümumiyyətlə elə bir uşaq idim ki, hər şeylə maraqlanırdım. Düşünürdüm ki, həyat o qədər, axı uşaq olanda sənə elə gəlir ki, dünya o qədər böyükdür ki, sənin də həyatın o qədər çoxdur ki, sən hər şeyi ağuşuna ala bilərsən. Bax, mən o içimdə, həmin o dünyanda bütün dünyanı ağuşuma alırdım. Mənim öz səhnəm var idi, mənim öz, nə bilim, çəkiliş meydançam var idi, mənim öz tribunam var idi və o məni yaşadır. Mənim öz musiqim var idi. İndinin özündə də, məsəl üçün, təbii ki, indi mən o uşaqlıq, o xəyallarından artıq uzaqlaşmışam. Amma yenə də mənim içimdə həmin o dünya var. Nə isə eləmək istəyirəm, amma bilirəm ki, o alınmayacaq. Amma içimdə onu eləyirəm. Və o məni yaşadır. Görünür, hər bir kəsin də içində nəsə bir elə bir dünyası, aləmi olmalıdır. Çünki insan ayaqda dayana bilməz sadəcə olaraq. Çünki baxırsan da, hamımız eyni mühitdə yaşayırıq da. Demək olar ki, eyni vəziyyətdəyik. Amma birinə baxırsan ki, o qədər bədbindir ki, bütün elə bil ki, dünyanın o ağırlığı bunun çiyinlərinə çöküb. Digər insana da baxırsan ki, o qədər ağır həyatı var ki, hətta əzizlərini də itirir. Nə bilim, həyatda o qədər şeylər olub ki. Amma baxırsan, nikbinliyini itirmir. İçində onu, sən dediyin o dünyanı itirməyib də. Mühit düzdür, təsir edir, amma mühit hər şey deyil. İnsanın özü deməli çox şeyə qadirdir. Ümumiyyətlə o deyir, Allah insanı faili muxtar yaradıb. İnsan özü seçir öz həyatını. Müəyyən şeylər var ki, biz onları dəyişdirə bilmirik. Əzizlərimiz dünyasını dəyişir, biz onları bu dünyada saxlaya bilmirik. İnsan çox azad yaranıb. Bəli. Çox azad. Bu azadlığımızı biz özümüz məhdudlaşdırırıq. Özü insan, özünü aparıb elə bir məqama gətirib çıxarır, elə bir insanlara özünü bənd edir ki, və yaxud elə bir mühitə bənd edir ki, o özünü başlayır o azadlıqdan məhrum etməyə və sonra da öz içində başlayır çapalamağa. Əslində insan özü ilə mübarizə aparmalıdır. Və mən də məsələn sevdiyim, tutaq ki, mən çox sevirəm o insanlar ki, onlar sevdikləri nəsə bir, tutaq ki, hər hansı bir ölkənin şəklini və yaxud o şəkillərdən bir açıqçalar düzəldirlər, nəsə bir sənətlə məşğul olurlar özləri üçün. Və bu insanlar da yaşamağın yolunu tapırlar. Və yaxud hansı bir parka gedir, oturur. Mən misal üçün görəndə beynim çox yorğundur, çox yüklənmişəm. Sadəcə özümlə tək qalıram. Gedirəm bir parkda, misal üçün, səssizcə otururam, özümlə söhbət eləyirəm. Pis şeylər düşünmürəm, yaxşı şeylər düşünürəm. Ya, misal üçün, hansısa bir musiqi, sevdiyim bir musiqini dinləyirəm. Nə ilənsə beynimi açmağa çalışıram. Kitab oxumaq daha gözəl çıxış yoludur. Kitab oxumaq, indi sadəcə olaraq, mən vaxtı ilə çox mütaliə eləmişəm. İndi o qədər beyin yorğundur ki, kitab oxumağa gücüm çatmır. Dramatik, misal üçün, əsərlər oxumağa, ümumiyyətlə o faciə, yəni belə o ağır şeylərə gücüm çatmır. Həm də kitablarda da çox belə cəlb etmək üçün belə kitablar da indi meydana çıxıb. Psixoloji deməli kitablar meydana çıxıb. Sonra bu koçlar meydana çıxıb, danışırlar insan. Belə mən çox qəribə gəlir ki, siz mənim həyatımı məndən yaxşımı bilirsiniz? Onlar yəni insanı güya ki nikbinləşdirmək istəyirlər. Onlar həyata bağlayırlar, amma əksinə çoxsu insanı daha da həyatdan elə bil ki qopardır. Hansısa ritual, yəni insanı tutaq ki, düşdüyü bədbinlikdən qutara bilərmi? Məsələn, mən özümdə hiss edirəm ki, tutaq ki, uzun illər gizli depressiya yaşayır, amma mən onu cəmiyyətə hiss etdirmirəm. Mən də eynən. Bu mənim doğmalarımın itkisindən sonra baş verdi məndə, amma mən daxilən onu keçirdirəm, amma o da mənimdir və mən onu ətrafı mühitə təsir etdirmirəm. Ümumiyyətlə, insan insanın güzgüsüdür, amma çox vaxt təəssüf ki, həmin o güzgü insanı sındırır. Yəni, sən insana ürəyini açırsan, sən onu yaxın bilirsən, amma o səni sındıra bilir. Eyni cürdə sosial şəbəkələr, yəni o qədər müqayisələr olur orada. O insanlar əslində yaşamadıqları həyatı orada çalışırlar ki, ifadə eləsinlər, göstərsinlər. Biz xoşbəxtik, hər şey gözəldir. Niyə hamı xoşbəxtdir? Orada sosial şəbəkədə xoşbəxt. Elə bir-birimizə insanlar bir-birlərindən nağıl danışırlar. Sanki elə bir-birlərini alladırlar. Kiməsə elə bir o belə ifadə var, yandıq verirlər. Belə elə bir ki,
baxın mən beləyəm, sən amma mənim kimi ola bilmirsən. Yəni elə bil ki, hardasa qıcıqlandırmağa çalışırlar. Biraz da cahil insanları o düşündürür də. Məsələn, hər hansı bir insan ora baxır, daxili aləmi əgər zəngin deyilsə, mən də o cür yaşamaq istəyirəm. Psixikası zəifdirsə. Hə, və mən də o cür yaşamaq istəyirəm və bu çox böyük bir çətinliyə səbəb olur. Mənə elə gəlir ki, bizim hələ ki bu mövzumuz qapanmır. Əlbəttə ki, biz bu mövzuda hələ də danışacağıq, amma hər halda mövzu haqqında danışmaq da belə hər hansı bir insana xeyirdir. Yəni ki, bizim kimi düşünən insanlar yəqin ki var, məsələn öz içində həmən o duyğuları itirmək istəməyən və güzgüyə baxarkən rahat və xoşbəxt görsənmək istəyən, əsl mənada, yəni kiməsə göstərmək məqamında yox, daxilən, əsas içindən özgüvən hissini zədələməməlisən. Yəni bax bu sosial problemlərdir, maddi problemlərdir. Bunlar istər-istəməz insanın həmin o müqayisələrdir. İnsanın özünə olan özgüvən hissini zədələyir. Bax bu çox qorxulu bir şeydir. O zaman insanın aurası zədələnir. İnsanın daxili aləmi zədələnir və onda sənin üçün yaşamaq çətin olur. Və bu çox ətraflı bir mövzudur. Amma mən yəni sözlə istəyirəm ki, fikrimi tamamlayım. Hər zaman güzgüyə baxarkən içinizdə o işığı itməyə qoymayın. Siz düşünün ki, sizin içinizdə gözəl bir, parlaq bir işıq var və o sizi ta ömrünüzün sonunacan qoruyacaq və daxilinizdə olan o gözəlliyi itirməyə qoymayın bir insan olaraq. Təbii. Və güzgüyə baxanda özünüzə deyin ki, sən hamıdan uğurlusan, sən hamıdan xoşbəxtsən. Yəni bu utopiya deyil. Sadəcə olaraq bu odur ki, sən deyir, yaxşı düşün, yaxşı olsun. Bunu yəni psixologiyada normal bir şeydir və çoxdan artıq sübut olunmuş bir şeydir ki, sən necə düşünürsənsə, sonucda onu da alırsan. O yüzdən hər səhər duranda birinci Allaha şükür eləmək lazımdır ki, nə gözəl ki mən ayıldım. Nə gözəl ki bu yeni gün başladı. Yəni elə güzgüyə baxıb da onu deyə bilərsən ki, nə gözəl ki mən varam. Əlim ayağım yerindədir. Mən özümü idarə edə bilirəm. Bax bu açılan səhəri görə bilirəm. Bu yeni günü yaşaya bilirəm. Elə insanlar var ki, onlar yaşamadılar. Tutalım ki, bizlə bir yerdə yatdılar amma səhər ayılmadılar. Yəni bunun gözəlliyini anlamaq lazımdır və ondan da necə deyim, ruhlanıb günə başlamaq lazımdır. Bu mövzunu biz açıq qoyuruq. Təbii ki, biz bu mövzunu bugün bitirmirik. Sadəcə başladıq, amma davamı gələcək inşallah. Gələn müxtəlif mövzulardan. Gələn həftə inşallah şənbə günü yenə də saat 17 tamamda sizlə bir yerdə olacağıq və mövzumuzu davam elətdirəcəyik. Əsas odur ki, güzgüdəki sən xoşbəxt olmağı bacarasan. Təbii. Sağ olun, hörmətli izləyicilərimiz. Görüşənədək.